insan xarakteri elə düşünürəm ki, ən gözəl şəkildə elə Kərbəla səhnəsində. Məsələn, biz bunu tarixdə oxuyuruq Hürrün həyatında. Bəli. Hür özü bir komandir idi də, yəni vəzifə olaraq çox böyük nüfuzu var idi. Elə ilk olaraq İmam Hüseyn əleyhissalamın qarşısını kəsən də Hür olmuşdu. Amma baxın o həlledici məqamda gəlir Ömər Səd Lənətullahın yanına ki, sən həqiqətənmi Hüseyn ibn Əlidən döyüşəcəksən? O deyir ki, bəli. Burada qanlar töküləcək, başlar kəsiləcək. Deyir, bunu eşidir. Ona deyir ki, bəs sən Allah Rəsuluna nə cavab verəcəksən qiyamətdə? O axı belə şeyin əhli deyir ki, ona nə cavab versin? O heç demir. Hür çəkilir kənara. Tarix yazır ki, bədəninə əsmə düşür. Böyründəki şəxs deyir ki, Hür, əgər məndən soruşsalar ki, ərəbdə qəhrəman kimdir, mən tərəddüd etmədən sənin adı verərdim. İndi döyüş başlamağına az qalıb qorxursa, Hür ona baxır ki, deyir, yox, mənim qorxum bu canımın əlindən getməsi deyil. Mən özümü cənnətlə cəhənnəm arasında hiss edirəm. Deyir, bu həlledici məqamda Hür gedir İmam Hüseyn əleyhissalama tərəf. Baxın, bu bir insanın daxili aləmini ən gözəl şəkildə bizə izah edən nədir? Bir hadisədir. Bu yalnız Kərbəla səhnəsinə aid deyil axı. Hər bir insan indinin də özünü cənnət və cəhənnəm arasında hiss etməlidir. Əgər mənim Hüseyn ibn Əliyə, İmam Hüseynə məhəbbətim varsa, onun amalı uğrunda mən qəlbim döyünürsə, onun əza məclisində varamsa, mən tarixdə də onun yanında olardım. Yox, mənim üçün məsələn İmam Hüseyn məhəbbəti bir o qədər önəmli deyilsə, şurada gəldi, getdi. Mən artıq qarşı tərəfdə özümü hiss etməliyəm.